Azərbaycanın azad edilmiş torpaqlarına qayıdış prosesi ardıcıl şəkildə davam edir. Bugün böyük qayıdış proqramının növbəti mərhələsi Cəbrayıl rayonunun Horovlu kəndində həyata keçirilir. Bir vaxtlar işğal nəticəsində tamamilə dağıdılmış bu kənd indi yenidən doğulur. Müasir yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi və sosial infrastruktur bərpa olunur. Horovlu böyük qayıdış proqramında Cəbrayıl rayonu üzrə ən iri məskunlaşma mərkəzlərindən biri olacaq. Böyük qayıdış proqramına uyğun olaraq Cəbrayıl rayonunun Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi, su, işıq, qaz, günəş panelləri, yüksək sürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənd daxili yollara asfalt döşənib. Ümumi sahəsi 248 hektar olan kəndin birinci mərhələsinin açılışı oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb. Dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşüb, yeni mənzillərin açarlarını onlara təqdim edib. Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, viran qoyulmuş, daşı daş üstə qalmamışdı. 2020-ci il oktyabrın 4-də Vətən müharibəsində Azərbaycan ordusu tərəfindən azad olundu. Horovlu kəndində indi bir-birindən gözəl evlər tikilib. Yeni infrastruktur yaradılıb. Xatırladaq ki, kəndin təməli Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin mayında qoyulub. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi uşaq bağçasının, 2 mərtəbəli inzibati binanın, bazar kompleksinin, çox funksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış əskər, Şığı, Orta, Gülqasım və Xəlifə kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çınar və eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb. Kənddə 2 mərtəbəli inzibati bina da inşa edilib. Binada operativ idarə etmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədi ilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarə etməsində coğrafi informasiya sisteminin tətbiqi də nəzərdə tutulur. Horovluya köç özlüyündə həm simvolik, həm də praktik məna daşıyır. Simvolik olaraq Horovlu Azərbaycanın cənub sərhədlərində yenidən həyatın başlandığını göstərir. Praktik olaraq isə kəndin yerləşdiyi mövqe Zəngəzur dəhlizinə, Horadiz Ağbənd dəmir yoluna yaxınlığı ilə logistik və kənd təsərrüfatı potensialına malikdir. Horovluda qurulan yeni infrastruktur yalnız yaşayış məqsədi daşımır, həm də yerli iqtisadi həyatın bərpasına təkan verir. Kənddə kənd təsərrüfatı, bağçılıq və arıçılıq üçün əlverişli şərait mövcuddur. Eyni zamanda kiçik emal müəssisələrinin yaradılması nəzərdə tutulur ki, bu da qayıdan əhalinin məşğulluq səviyyəsini artıracaq. Bütün bunlar ağıllı kənd konsepsiyasına uyğun qurulmuş Horovlunun dayanıqlı inkişaf modelinə keçidini təmin edir.